Devlet İmtahan Merkezi Coğrafyadan Test Ofisi 2025. yıl 1. hissede kuru suları, çay, göl, buzlak, yeraltı suları ve bataklıklar mevzusunda 239 test var. O testlerden ilk 50 testin təhlilini vermiştim. Burada 51'den 100'e kadar olan testlerin təhlilini vereceğim. Ardı 101'den 150'ye kadar nöbet testleri olacak. İrrigasiyada geniş istifade olunan çaylar, irrigasiya suvarmada geniş istifade olunan çaylar. Bende Nil, Decle, Mississippi. Bu çaylardan Nil çayı Afrika'da büyük mesafede suvarmada istifade olunur. Decle çayından Mezopotamya'da geniş şekilde istifade olunur Irak arazisinde. Mississippi çayından da Şimal Amerika'da, Amerika Birleşmiş Devletleri arazisinde Mississippi ovalarında suvarmadan geniş şekilde istifade olunur. Acaba yani düzgündür. B bendinde Kongo'nun suvarma əməliyyatı yoxdur. O gücü yer suyun içindədir. Ekvatorial zonadadır. Yukon çayı donuşlu zonasında olduğuna görə suvarmada əhəmiyyəti yoxdur. C bəndində Amazon çayı ekvatorial zonada, Lena çayı mülayim qışıda bataklıklar zonasındadır. Meşə zonasında çayın suvarma əhəmiyyəti yoxdur. D bəndə Yenicey ilə Lena kimidir. Y bəndində Pişora çayı yerində donuşlu zonasında suvarma əhəmiyyəti yoxdur. A bəndindəki Nil, Decle, Mississippi'nin böyük suvarma əhəmiyyəti var. Yay fəslində bozdurulan çaylar. Çayı yayda bozdurulur. Musson yağışları sonra bu bir. İkincisi eğer çay buzlarla geri alınırsa yayda bozdurulur. Bir de Söbek'te uşağıda yayda ekvator avantı etrafında çaylar yayda bozdurulur. Abende Gang, Düzce, Tuna çayı etrafında kışta bozdurulur. Kongo il boyu bozuldu. Beymen'de Nil yazda yayda, Borga çayı yazda, Aras çayı deməli yazda bozdurulur. Seymen'de Gang, Mekong, Amur, Gang çayı deməli Cənub Asiyada Muston zonasıdır. Mekong çayı Cənub-Şərq Asiyada Muston zonası, Amur çayı da Şərq Asiyada Muston çaylardır. Bunlar Muston yağışlarıyla bağlı olarak yayda bozulu olurlar. Seymen düzgündür. D bəndində Po çayı kışda bozuldu. Y bəndə Amazon il boyu bozuldu. Bizim Kür çayı yazda bozuldu. Seymen'de Gang, Mekong, Amur çaylar düzgün cavabdır. Akarlı göller, Victoria İr akarsızdı, Victoria düzgünüydü. Baykal, Balkaş gölü akarsız göldü. Semen'de Xəzər akarsızdı, Tanganyika düzgünüydü. Demen'de Aral yerinde Septi, Niyasa düzgünüydü. Victoria, Baykal her ikisi akarlı göllerdi, Yemen'de. Şirin su mənbələrinin müəyyən çaylar, körpədlər dənizin okyanın parçası olduğuna görə şortuldu. O görə A bəndi səbti buzlaq düzeydi A bəndində. B bəndə çaylar şirin suldu, okyanlar şortuldu. Su anbarları şirin suldu, okyanlara görə B bəndi səbti. C bəndində bulaqlar, yeraltılar, körpədlər yerində körpəz şorsuludur. D bəndə buzlaq, yeraltı çaylar. Bunlar deməli üçü də şirin sulu su öbzələrdir. C bəndə buzlaq, dəniz cavabı səbti, dənizlər şortuludur. Düzgün cavab D bəndi. Çay şəbəkəsinin daha sıx olduğu iqlim quşaqlarının müəyyəni. Çay şəbəkəsi sıxdır, ekvator quşağına mülayim quşaqda. Həmçinin burada A bəndində subekvator quşaqda uzun müddət burada ekvator hava hakim olunur. Burada çay şəbəkəsi sıxdır. Yəni A bəndəki ekvator, subekvator mülayim quşaq cavablar düzgündür. B bəndə tropik səbti, çay şəbəkəsi çox seyrəkdir. C bəndə subtropik Antarktik səbti. D bəndində subarktik tropik səbti. Y bəndində arktik subarktik cavablar səbti. A bəndə ekvatorial subekvator mülayim düzgün cavabdır. Dünyanın en bol çayları Yukon bol sudur ama da dünyanın en bol çaylarındandır. Kongo düzgündür, Ural səbti. B bəndə Amazon, Kongo, Gang dünyanın en bol su çaylarını. B bəndə doğru cavabdır. Bilməlisiniz bunu. Hansı göller akarsızdır? Baykal akarlıdır A bəndində. O cavab səbti. B bəndində Çad Eğir gölləri akarsız göllərdir. C bəndə Victoria səbt cavabdır. D bəndə Onega səbt cavabdır. Y bəndə Ontario səbt cavabdır. Qalanlar düzgün idi. B. Çad Eğir akarsız göllərdir. Akarlı göller grubu Eğir akarsızdır. O görə A bəndi səbti. B bəndində Çad gölü akarsızdır. Cavab səbti. C bəndə Baykal, Michigan, Xəzər akarsızdır. O görə səbti.
Yemen'de Baykal, Eğri, Viktoria gölleri akarlı göllerdi. Yemen'de Aral Gölü, bildiğiniz gibi akarsız göldü. Yemen'de Baykal, Eğri, Viktoria gölleri akarlı göllerdi. Çayın mənbəyi ola bilər ki, yəni çay hardan başlayabilir? Buzlaqdan başlayabilir, göldən başlayabilir, okeandan başlaya bilməz, bataqdan başlayabilir. Yeməndə göl düzgündür, dəniz körfəzi ola bilməz, dəniz körfəzindən çay başlaya bilməz. Sevəndə bataqlıq düzdür, dənizdən yenidən. Sevəndə olmaz, göl, bulaq düzgündür. Yeməndə göl düzgündür, buzlaq düzgündür, bulaq düzgündür, bataqlıq düzgündür. Yeməndə düzgün cavabıdır. Yemen'de yeni deniz var, o Sepcabe'ydi, Sepbenliydi. Çayın erozu bastı olabilir. Çayın erozu bastı, çayın öz kuvvetini yitirip deresini daha da derinleştirebilme cüfkü seviyeti bu çayın mensebi demeydi. Çay hara düşülebilir, çay göle düşülebilir, çölpede düşülebilir, dağ buzlarına düşülebilmez. Abende o göle septi. Bebende göle düşülebilir, denize düşülebilir, çölpede düşülebilir. Çay o gibi beben düzgündür. Sevende deniz, okean düzdür, bulağa düşülebilmez. Yemende okeana düşülebilir, başka çaya düşülebilir, bulağa düşülebilmez. Bulak septi. Yemen'de boğaza düşülebilir, geyzire düşülebilmez. Hem de çölpede düşülebilir. Geyzir Yemen'de septi. Düzgün cevap Yemen'de göl, deniz, çölpez. Bir neçə dövlətin arasında xan çaylar qurulmayının petrol təkcə Rusiyadadır, Volqa Rusiyadadır, Murli Avstraliyadır, Niger. Deməli, Afrikada bir sıra ölkələrin, Nigeriya kimi bir sıra ölkələrin arasından keçir. Yemen'də Temizə təkcə Böyük Britaniyada, İngiltərədədir. Düzgün cavab Yemen'dir. Bir neçə dövlətin sərhədində yerləşən gölü Möylün, Baykal təkcə Rusiyadadır, Van gölü Türkiyədədir, Böyük Duzlu göl. Deməli, Şimali Amerikadadır, ABŞ-dadır, Urmiya gölü İrandadır, Viktoria gölü Kenya, Uganda, Tanzaniya dövlətlərinin arasında yerləşir. 3 ölkəyə məxsusdur. Düzgün cavab Yemen'dir. Lobnur, Eğir, Aral gölləri üçün ümumi cəhət suvarmada istifadə olunur. Bunlar şorsuz göldür, bunlardan suvarmada istifadə etmək olmaz. Okean təbəqindən aşağıda yerləşirlər. Burada okean təbəqindən aşağıda olan təkcə Eğir göldür. Qalanlar okean təbəqindən yuxarıdadır. Cənub yarımçıda yerləşirlər. Lobnur şimaldadır, Aral şimaldadır, Eğir cənubda təkcə. Axarsız və şorsuz göllərdir. Bunların üçü də axarsız göllərdir, üçü də şorsuz göldür. Yemen düzgündür. Rütubətli iqlim şəraitində yaranırlar. Aral gölü quraq yerdədir, Eğir gölü səhradadır. Lobnur da yenə də Monqostanda quraq yerdədir. Yeməndə axarsız, şorsuz göllərdir, düzgün cavabdır. Xəzər, Ölü dəniz, Eğir göllərinə aid ümumi cəhət okean səviyyəsindən aşağıda yerləşir. Üçü də bunlar okean səviyyəsindən aşağıda yerləşir. Ölü dəniz dünyada Kıxor çökəkliyində. Xəzər dənizi bilirsiniz okean səviyyəsindən 26, 27, 28 metr aşağıdadır. Eğir gölü Avstraliyada -12, 14, 16 metr aşağıda olur. Düzgündür, abəndi. Cənub yarımçıda Xəzər şimaldadır, Ölü dəniz şimaldadır. Sevən təsərrüfat əhəmiyyəti azdır. Buranın böyük təsərrüfat əhəmiyyəti var. Ən azından Xəzərin böyük təsərrüfat əhəmiyyəti var. Tektonik mənşəli göllərdir. Təkcə tektonik dögür, üçü də tektonik deyil. Deməli, Eğir gölü qalıq göldür. Nəqliyyat əhəmiyyəti böyükdür. Ölü dənizin nəqliyyat əhəmiyyəti yoxdur. Eğir gölündə nəqliyyat əhəmiyyəti yoxdur. Düzgün cavabən okean səviyyəsindən aşağıda yerləşirlər. Bol sulu az meyilli düzənlik çaylarının dərəsində yarana bilər. Bol sulu az meyilli düzənlik çayları kanyon yarana bilməz. Çay kərrəsi mümkündür. Astran şəllə, düzən yerdə astran şəllə olmaz. Meandr axmaz mənşəli göllər. Bol sulu az meyilli düzənlik çaylarında meandr əyri xəttli çay dərəsi yaranacaq. Axmaz mənşəli göllər. Məsələn, bizdə də Ağgöldir, Hacıqabul göldür. Bunlar Kür çayının axmazlardır. Deməli, belə yerlərdə axmaz meandr mənşəli göllər yaranır. Seviyənin düzgün cavabdır. Deydə sirk, buzlaq fəaliyyəti nəticəsində yaranan relief formasıdır, meandr düzgündür, duyun kürəyindən yaranan qum təpəsidir. Sevəndi meandr axmaz mənşəli göllər düzgündür. Axmaz mənşəli göllər əslən harada əmələ gəlir? Köhnə çay yataqlarında düzgündür. Köhnə çay yatağında çay öz dərəsinin yerini dəyişir, ya yatağın yerini dəyişir. Köhnə dərədə axmazlar, çay dərə mənşəli göllər yaranır.
Düzgün cevap bendi. Sxemdə çay dirəsinin yanından relyef vurması müəyyəni əyri xəttli çay dirəsidir. Əyri xəttli çay dirəsinə də meandrs deyilir. Türkçədəki Menderes çayı Menderes sözündən götürdüm. Meandr, əyri xəttli çay dirəsi deməkdir. Sxemdə təsvir olunmuş ərazi, deməli dənizli, çaylı, çay qollarla birlikdə çay sistemi adlanır. Çay qollarla birlikdə çay sistemi adlanır. Bu çay sistemidir. Qalık mənşəli gölləri müəyyən A-bəndə İstiqur tektonik göldür. Dünyanın ən dərin göllərindən biridir. B-bəndə Titicaca, həmçinin C-bəndə Baykal, Y-bəndə Viktoriya gölləri tektonik mənşəlidir. O görə də Xəzər-Çad gölləri deməli qalıq göllərdir. Düzgün cavab D-bəndi. Qidalanmasında qarsuların üstün olduğu çaylar, Nil çayının qidalanmasında qarsuların rolu azdır. Amazon çaylarında yağış sulardır. Kongo həmçinin səbti, Orinoco da səbti. C-bəndə Volga qar suyu da qidalanır. Şərq Avropa düzənliyindən Lena çayı da həmçinin qarla qidalanır. C-bənd düzgündür. Niger səbti, D-bəndə Dunay düzeydir. Amudərya buzlarla qidalanır. Murrey çayında Avstraliya demək olar ki, qar yoxdur. C-bəndə Volga, Lena cavabı düzgündür. Qidalanmasında yağış suların üstün olduğu yerler, deməli bunlar bol yağış yağan yerlerde olacaq. Lena qar, Amazon yağış, Amazon yağış, B-bəndə Ob qar, Nil yağış, Amudərya buzlaq, Zambezi yağış, Mackenzie qar, Kongo, Orinoco çayları Y-bəndində bunlar yağış sularla qidalanırlar. Qidalanmasında qar suların üstün olduğu çaylar A-bəndə Nil yağışla qidalanır. B-bəndə Amazon yağışla qidalanır. C-bəndə Gang, Mekong yağışlarla qidalanır. D-bəndə Kongo yağışlarla qidalanır. Y-bəndə O qar sularıyla, Yenisey qar sularıyla, Yukonda Şimal Amerikada qar sularıyla qidalanır. Y-bəndə düzgün cavabdır. Antarktidada buz örtüyünün hərəkəti səbəb olur. Havanın rütubətinin kəskin artmasına səbəb cavabdır. Iceberglərin yaranmasına düzgündür. Buzlaqlar ağırlıq qüvvəsinin təsir altında mərkəzdən kənara doğru meyilli olmadığına görə hərəkət edir və şeftonası üzərində sınıb okeana düşür. Iceberglər yaranır. B-bənd düzgün cavabdır. Bataqlıq şəraitində yaranan üzvü mənşəli faydalı qazıntılı bataqlıq şəraitində yaranır. Məlum ki, bu torfdur. Torf yaranır ki, yanacaq kimi bundan istifadə edilir. Bu bataqlıqdakı torfun böyük iqtisadi əhəmiyyəti də var. Y-bənd düzgün cavabdır. Şərq istiqamətində axan çaylar qrupu müəyyən Zambezi cənub-şərqli, Yenisey şimaldır, Dunay cənub-şərqli, Amazon şərqli, Mississippi cənubdur, Ob şimaldır, Xuanxe şərq, Kongo qərb, Nil şimal, Amazon şərq, Xuanxe şərq, Amur şərq. Düzgün cavab D-bəndi. Murrey çayı cənub-qərb, Amur çayı şərq, Parana çayı cənub-şərq. Düzgün cavab Amazon, Xuanxe, Amur. Çaylarda axının sürəti və istiqamət hansı amildən asılıdır? Axının sürəti və istiqamət aydınca relyefdən asılı olacaq. Məhəldə küləyin sürətindən səbti, dağ sularının tərkibindən səbti, məhəlin iqlim xüsusiyyətlərindən səbti, bu az suluğa, çox suluğa təsir edə bilər. Suxurların yatım ardıcıllığından mənasız cavabdır. Yer çətinin meyilliyindən su atılar, məsələ var, su axar, suxurun tapar. Yer çətinin meyilliyindən asılıdır. Axının sürəti və istiqaməti meyilliyin dərəcəsindən. Çayın qolları öz dərəsini dərinləşdirə bilər. Çayın töküldüyü çayın səviyyəsinə qədər, dərinləşdirə bilər. Buna biz erozya bahsi deyirik. A-bəndi doğru cavabdır. Çayın üzərində iri su anbarı yaradılarsa, həmin ərazidə baş verəcək dəyişikliklərin müəyyən edilməsi, məclis su anbarının yaradılması, yanıtların miqdarı kəskin azalar, yanıtını azalda bilməz. Ətraf sahələrdə nisbi rütubətli kəskinlərin nisbi rütubət azalmaz. Ətraf sahələrdə quruntuların səviyyəsi yüksələr, düzgün nüsbətdir. Ətraf sahələrdə quruntuların, yeraltı suların səviyyəsi yüksələcək. C-bənd düzgündür.
Çoxurlu donuşluğun yaranmasının səbəbləri rütubətli əmsalının vahiddə yüksək olması, donuşluğun yaranmasının əsas səbəblərindən biridir. Amma temperaturun aşağı olması lazımdır. Orta temperatürün Celsius'un aşağı olması, nazik qar örtüyü çoxurlu donuşluğun yaranmasının əsas şərtlərindəndir. B düzgün cavabdır. Sxemə uyğun gələn çayları müəyyən Avrasiya delta. Deməli, Avrasiya deltalı çaylar deyəcək. Volqa çayı, delta mənsəbi delta şəklindədir. Yenisey çayının mənsəbi Quba şəklindədir. Yəni estuar şəklindədir. Qanq çayı dünyada ən böyük deltalardan birinə malikdir. Təxminən 80.000 kvadrat kilometr. Oq çayı Qubadır mənsəbi, yəni estuardır. Reyn çayı Qubadır, estuardır. Deməli, düzgün cavab olacaq Volqa çayı ilə Qanq çayı. Qanq 1-də 1-dir, Volqa 5-də 1-dir. 1-5 cavab B-bəndir. Mənbə və eroziya vasitə mülayim iqlim qurşağında yerləşən çaylar. Reyn çayı belə bir çaydır, Oder çayı. Bu da mənbədir, eroziya vasitə mülayim qurşağıdadır, A-bənd düzgündür. Lena çayının şimal hissəsi gedəcək subarktik qurşağa. Volqa çayı düzgün idi. Amur çayı mülayim qurşaqdır. Mekong subekvator qurşağa gedir, mülayim qurşaqda dögür. Ob çayı şimal hissəsi qütb dairəsinin içərisindədir. Makens çayı həmçinin. Don çayı düzgündür. Parana çayı bu subtropik qurşaqdadır. Düzgün cavab Reyn Oder. Mənbəyi mülayim eroziya və subtropik iqlim qurşağında yerləşən çayları müəyyən. Mülayim qurşaqdan başlayıb subtropik qurşaqda dənizə körfəzinə tökülən çaylar. Mississippi belə bir çaydır. Meksika körfəzinə tökülür. Subtropik qurşaqda Kolumbiyada, yenə Kaliforniya körfəzinə tökülür. Subtropik qurşaqda A-bənd düzgündür. B-bəndə Volqa mülayim qurşağı daxilindədir. Reyn mülayim qurşağı daxilindədir. Subtropik qurşağa gəlmir. Amur çayı C-bəndə düzgündür. Dnestr çayı yenə bunlar mülayim qurşaqdadır. Dnepr mülayim qurşaqdadır. Mekong subekvator qurşağa gedir. Temza mülayim qurşaqdadır. Subekvator qurşağa yaxın getmir. Dunay çayı da həmçinin. Dunay çayı da yenə mülayim qurşaqdadır. Düzgün cavab Mississippi, Kolumbiya. Termal və mineral suların yer səthində çıxma ehtimalı böyük olan ərazilər. Yüksək dağ zirvələri olmaz. Tektonik qırılmalar boyu termal sular, mineral sular yer səthinə çıxır. Düzgün cavab tektonik qırılmalar boyu. Verilmiş çay yataqlarının formasına görə axmaz göllərin əmələ gəlmə imkanı daha çox olan sxemi müəyyən. Axmaz göllə çay dərəsinə qədər əyri xəttli olarsa, deməli, axmaz göllərin yaranma imkanı da o qədər çoxdur. Burada A-da yarana bilər, C-də yarana bilər, C-də yaranma ehtimalı daha çoxdur. C cavabı doğrudur. Səbəb nəticə əlaqələrini düzgün əks etdirən sxemi tamamlayın. Deməli, səbəblərdən sahil boyu torpaq bəndlərinin dağıdılması, çayın mənsəbində lirin toplanması nəticəsi nə olacaq? Deməli, çiskin xarakterli yağış yağması nəticəsində sahil boyu torpaq bəndlər dağılmaz. O görə də A bəndi səhvdir. İkidə deyir, eroziya basitinin aşağı düşməsi, eroziya basitinin aşağı düşməsi səhvdir. İkidə deyir ki, ard iqlim şəraitində torpaq bəndlər dağılmaz. O görə də B də səhvdir. C-də suyun temperaturunun aşağı düşməsi mənasız cavab oldu. D-bəndə intensiv bir yağış bir olsa, sahil boyu torpaq bəndlər dağılar. İkiyə deyir, qarın əriməsi, qar yağsa, intensiv yağış olsa, qar ərisə, intensiv yağış yağsa, sahil boyu torpaq bəndlər dağılar, çayın mənsəbində toplanar. Üçdə də deyir, çaylarda daşqınların yaranması. Bu səbəblərdən çaylarda daşqın yaranar. Bu da mənsəbdə lirin toplanması deməkdir. Deməli, D bənd düzgün cavabdır. İntensiv yağışlar yağır, sahil boyu torpaq bəndlər dağılır, çayın mənsəbində lil toplanır, çaylarda daşqın yaranır. D bənd doğru cavabdır. Bataqlıq üçün xas olan rütubətli əmsalı bataqlığın yaranması üçün yanğıtının miqdarı buxarlanma qabiliyyətindən çox olmalıdır. O görə də şəkil birdən böyük olmalıdır. Rütubətli əmsalı birdən böyük olmalıdır. Bu da olacaq 500 bölünsün 300. B bəndindəki düzgündür. Yerdə kəskin rütubət çatışması var. 500 bölünsün 1250.
D'de həmçinin 200 mm üçün 4 rütubət çatışmazlığı var. 7 deyəndə 100 mm dozor rütubət çatışmazlığı var. Orada bataqlıq yaranmaz. B bəndə 500 mm üçün cavabı doğrudur. Rütubəti həmsalabiyyətdən böyük olan ərazi üçün səciyyəvi olan əlamətlər çay seyrək olur, seyrək olmaz. Çay sıx olur, içi düzgündür. Düz radiasiyanın kəmiyyəti az olur. Düz radiasiya az olur, səpələn radiasiya çox olur deməkdir. Düzgündür. Səhralaşma prosesi intensiv gedir. Səhralaşma olmaz rütubətli yerdə səpdir. Yağıntıların miqdarı buxarlanmadan artır, yağıntı buxarlanmadan artırdır, doğrudur. Depilyasiya prosesi intensiv gedir. Depilyasiya şüləyin dağıcılıq fəaliyyətdir. Bunun rütubətli ilə bir əlaqəsi yoxdur. Düzgün cavab 2, 3, 5 cavab oldu B bəndində. Dünyanın ən böyük bataqlaşmış regionları. Bataqlıq yaranır dünyada, deməli, ekvator uşaqda yağıntı bol olan ovalıqlarda, bir də mülayim uşaqda yerində ovalıqlarda yağıntının çox olması şərtdir. Bu halda bataqlıq yarana bilər. Mərkəzi ovalıq səpdir, Hindqan ovalığı səpdir, böyük Çin üzərində bataqlıq çox azdır, Laplat ovalığı da həmçinin azdır, Turan ovalığı quraq yerli səhra bataqlıq olmaz, Misir olanda da yaranmaz. Mesopotamiyada quraq yerdə bataqlıq olmaz, Dekan yarısında yayla dömyatlı olmaz. Amazon ovalığı dünyanın ən böyük bataqlaşmış regionlarından biridir və ən böyüklərindən biri də yenə Qərbi Sibir ovalıdır. Yemen düzgün cavabdır. Axarlı göllər qrupunun müəyyəni İstiqkur, Lobnor səpti, Urmiya, Eir səpti, Balxaş, Çad, Acnavur, Aral. Bunlar Balxaşda başqa qalanları axarsızdır. Yuxarı Miçkan, Balxaş, Hacqabul axarsızdır, Balxaş axarsızdır. Ontario axarlıdır, Eir axarlıdır, Enharı, Balxaş yerində səpti. Tanganika, Baykal, Titicaca, Viktoriya, Yebəndi düzgün cavabıdır. Bunlar hamısı axarlı göllərdir. Şimal istiqamətdə axan çaylar bunun müəyyəni Nil, Şimal, Amazon, Şərq, Qan, Cənub, Şərq, Volqa, Cənub, Şimal Dögür, Mackenzie, Şimal, Lena, Şimal, Dunay, Cənub, Şərq, Reyn, Şimal, Mississippi, Cənub, Nil, Şimal, Ob, Şimal, Mackenzie, Şimal. D bəndi düzgündür. Mekong, Cənub, Şərq istiqamətində, Amur, Şərq istiqamətində, Zambiyədə yerində, Cənub, Şərq istiqamətində axır. Nil, Ob, Mackenzie cavabı doğrudur. Əsas çay dərəsini dərinləşdirə bilər, su arıcı səviyyəsinə qədər səpdir. Qolların əsas çaya töküldüyü hündürlüyə qədər əsas çay deyir bizə. O görə səpdir. Çayın yuxarı axını ilə aşağı axını sərhəddindədək səpdir. Hövzəsinin orta dərinliyə qədər səpdir. Eroziya bahasına qədər düzgün əsas çay dərinləşdirə bilər eroziya bahasına qədər. Ki, eroziya bahasında çayın deməli səviyyəsini dərinləşdirə biləcəyi mənsəbinə qədər, ora qədər dərinləşdirə bilər. Oradan artıq dərinləşdirilməz, eroziya bahasına qədər yerbəndi düzgündür. Tektonik mənşəli göllər, Miçiqan, tektonik buzlaqdır, Xəzər, Vetterin, səpti, Eir, Ladoqa, səpti, Balaton, Macaristanda səpti, Hacqabul, Qalıqdır, Atabaska səpti, Onega, səpti, Viktoriya, Aneyka, Balaton yerində səpti, Tanganka, Baykal, Acnavur, Yeməndə bunlar tektonik göllər adətən ensiz uzun solub dərin olurlar. Yemen düzgün cavabdır. Hansı çayların su rejimi daha sabitdir? Yağış və yeraltı sularla qidalanan yeraltı sular düzgündür, yağış yağmayanda rejim sabit olmayacaq. B bəndiyəndə yağış, buzlaqlar yayda edir o gündə yerində. Bu cavab səptir, rejim sabit olmayacaq. Yeraltı sular və bataqlarla qidalanan düzgündür. Yerin altında daim su var, yeraltı sular, bataqla qidalanan çay. Burada su rejimi daha sabit olacaq. Sevən düzgündür, qar yazda əriyir. Səpti, Yemen yerində qar var, səpti, buzlaqda yayda bozulur. Eroziya bahası dünya okean səviyyəsindən aşağıda yerləşən çaylar. Burada uşaqlar deməli, eroziya bahası dünya okean səviyyəsindən aşağıdasa dünyada belə hövzələr. Deməli, əsas Xəzərdir, Avstraliyadır, Eirdir, çox azdır bunlar dünyada. Nil dünya okeanı tökülür, səpti, Dunay həmçinin səpti, Volqa düzgün idi, Xəzərə tökülür, Don çayı Azov dənizində tökülür, səpti dünya okean səviyyəsindədir. Kür, Terik, Volqa, Astara
Bunların hamısı Xəzərə tökülən çaylardır. Bizim Astara çayı, Volqa çayı, Terik, Kür çayı. Yəni bunların eroziyası Dünya çərçivəsində aşağıdadır. Semende Amazon, Parana, Septi, Debende, Niger, Mississippi, yansızı Septi, Yebende, Yenisey, Kolima, Cablar Septi. Düzgün cevap Kür, Terik, Volqa, Astara. Qışda donan çaylar müəyyənin qütbə yaxın şimal çayları. Amur, Ural, Hind, Hind Septi, Yukon, Yenisey, yansızı Septi, Yana, Makkenzi, Dəclə, Semende Septi, Peçor, Oblena çaylar qışda donurlar. Yeydə Fərat çayının donması mümkündür. Tropik qurşaqdadır. Axarsız göllər Xəzər, Ölü dəniz, Aral, Eğir gölləri axarsız göllərdir. Çad, Baykal, Viktoria, Titicaca, Beybəndə Septi, Onega, Michigan, Ontario, Sebəndə Septi, Eğri, Qarda gölləri Debəndə Septi, İnari, Astal, Baykal, Viktoria, Cablar Septi. Cab, Abəndə, Xəzər, Ölü dəniz, Aral, Eğir. Stopla gövdələri həmsər tutan çaylar qrupu, Ob çayı ilə Amur çayı bir-birindən çox aralıda, Volqa çayı, Ob, Volqa yenində qonşu deyil, Qanq çayı, Yenisey çayı, bunların içərisində qonşu olan Obla Yenisey. Ob çayları da Yenisey, Ural dağlarının şərq tərəfdə yerləşirlər, bunlar bir-birilə qonşudur. 1-5 cavab olacaq Abəndə. Əsasən buzlar və qarların ərin suları qidalarından çaylar. Nil, buzda qar burada yoxdur, Mississippi də qar, buzlar yoxdur. Amur, Kongo, Amur yağış sularıyla, Kongo yağış sularıyla. Amazon yağış, yerində Septi, Debəndə, Amur dərgə, Sır dərgə. Bunlar qar və buzlardan ərin sularıyla qidalanırlar. Mərkəz Asya yüksək dağdan başladıqlarına görə Debəndə düzgündür. Parana çayı, Yebəndə, yerində Septi, Volqa çayı qar sularıyla qidalanır. Düzgün cavab Debəndə. Eroziya bastı Saküçən hövzəsi olan çaylar, yəni Saküçən hövzəsinin çayları. Murley Hind Okeanı hövzəsinə aiddir. Qanq çayı Hind Okeanına aiddir. Yansızı təkcə düz idi. Yukon Şimal Buzlu Okeanı, Xuanxe sakit, Orinoco Atlantik, Amur sakit, Colorado sakit, yansızı Çindən gedən Saküçən hövzəsinə aid olan çaydır. Semen doğrudur. Paran Atlantik, Zambezi, Hind, Kolumbiya sakit. Makkenzi Şimal Buzlu, Xuanxe sakit, yansız sakit. O da Makkenziyə görə Septi düzgün cavab. Sebəndə Amur, Colorado yansızı. Bəzi çayların mənsəbində deltanın olmaması səbəbi delta yaranmasından mağlunan amillər götürəcək. Çayın uzunluğunun böyük olması mətləbə dəxli yoxdur. Çayın mənsəbin okean səviyyəsində aşağıda olması şərt dögür. Çayın müxtəlif mənbələrlə qidalanması rejimə təsir edə bilər. Səbti, mənsəbdə qabarma çəkilmənin güclü olması, qabarma çəkilmə zamanı o çayın gətirdiyi çöküntülər götürüb aparacaq, delta yaranmasına mane olacaq, düzgündür. Çayın canlı ənkəsinin böyük olması bu şərt dögür. Mənsəbə yaxın okean cəryanları keçərki yenində çayın gətirdiyi asılmaları götürüb aparacaq. Yəni delta yaranmasına mane olacaq. Deməli, delta yaranmasına mane olur 4-6. Mənsəbdə qabarma çəkilmənin güclü olması, mənsəbə yaxın okean cəryanlarının keçməsi delta yaranmasına mane olacaq. Düzgün cavab 4-6. Ardınca növbəti hissədə verəcəm. Orada da 3-cü hissədə 101-dən 150-yə qədər verəcəm. Bu qədər.